Hər kəsə salam. Bugün fransızca öyrənəcəyik. Bugünkü dərsimiz fransızcada çox vacib bir mövzudur. Hansı ki, daha əvvəl bu barədə, bu mövzu barəsində qısa bir video çəkmişdik. İndi isə tam aydın şəkildə, ətraflı şəkildə bu mövzunu izah edəcəyik. Mövzu nədir? Fransızcada şəxs əvəzlikləri. Yəni, daha dərinliyinə keçsək, fransızcada şəxs əvəzlikləri mübtəda versiyası. Yəni, kim sualına cavab verənlər. Mən, sən, o, biz, siz, onlar. İndi isə başlayaq öyrənməyə fransızcada şəxs əvəzliklərin. Yəni, yenə də deyirəm, kim sualına cavab verənlər. Birinci növbədə mən. Mən necə deyilir? Mən, fransızcada mən. Je, mən deməkdir. Fransızcada mən, je. Baxın, burada J kimi yazılıb, J kimi, amma J kimi tələffüz olunur. Fransızcada ümumiyyətcə biraz tələffüzlər çətindir, amma ki bunun qaydası var. Həmin qaydaları bildikdən sonra tələffüz çətin olmur. Je, mən deməkdir. Je, şəxs əvəzliyinə nümunə verək. Nə ilə nümunə veririk? Misal üçün, getmək feili ilə nümunə veririk. Getmək feili ilə nümunə verəndə aller. Fransızcada getmək aller deməkdir. Mən gedirəm necə olur? Je vais. Je vais, mən gedirəm deməkdir. Baxın, je, mən. Je vais. Je vais, mən gedirəm. Je vais. Sən, tu deməkdir. Tu, sən. Tu, sən. Sən gedirsən, tu vas. Tu vas, sən gedirsən. Tu vas. Sən gedirsən. İndi isə gəldik üçüncü şəxsin təkinə. Il, o, kişi cinsi. Baxın, il, o, kişi cinsi. Əgər söhbət kişidən gedirsə, il olacaq. Əgər söhbət qadından gedirsə, el olacaq. El, o, qadın cinsi. Nümunəyə baxaq. Il va. Il va, o gedir. Və yaxud da ki, eyni halda el va, o gedir. El va, o gedir. Və burada bir hal da var. Bu da üçüncü şəxsin təkidir. On. On. Baxın, tələffüzə diqqət edək. Tam-tamına on. On deyə tələffüz etmirik. N-nı biraz yumşaq deyirik. On. 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 Biri biz insanlar. Bu biri biz insanlar nə deməkdir? Bunu indi izah edəcəyik. Amma hal-hazırda cəm variantları da izah edək. Ondan sonra on nə deməkdir, onu izah edəcəyik. Birinci şəxsin cəmində biz. Biz necə deyilir? Baxın, bura yazılıb nos. Bu, yeni başlayanlar üçün biraz çətin olacaq bu tələffüz qaydası. Amma bu, praktika ilə getdikcə asanlaşır. Nos necə tələffüz olunur? Nu. Nu, biz deməkdir. Nu. Nu, allons. Biz gedirik. Nous allons. Biz gedirik. Nous. Nous allons. Biz gedirik. Vous. Vous siz deməkdir. Vous. Vous həmçinin siz deməkdir. İkinci şəxsin cəmindəki versiya. Yəni siz, sizlər. Və bir də rəsmi şəkildə müraciət etdikdə, hörmət mənasında istifadə etdikdə, siz deyə müraciət olunanda yenə də vous deyə istifadə edirik. Vous. Vous siz deməkdir. Vous allez. Vous allez. Siz gedirsiniz, yəni ki, belə deyək, sizlər gedirsiniz və bir də hörmət mənasında müraciət etdikdə siz gedirsiniz. Vous. Vous allez. Vous allez. Üçüncü şəxsin cəmində il və el. Il və el. Il onlar deməkdir, kişi üçün. Onlar, il. Və həmçinin burada əgər misal üçün 5 qadın, 5 kişi varsa, qarışıq cəm varsa, qarışıq həm qadın, həm kişi varsa, bu versiyada kişi cinsi götürülür. Yəni 4 nəfər kişi, 6 nəfər qadın və yaxud da ki 5 nəfər qadın, 1 nəfər belə olsa, orada o toplumda kişi varsa, yenə də kişi cinsi üçün götürülür il. Il onlar kişi üçün deməkdir. Kişi versiyasında il olur. Ils vont. Ils vont. Onlar gedirlər. Baxın,
Qadın cinsi üçün olanda isə el olur. Yenə də həminki qaydada el vont. El vont. Onlar gedirlər, yəni qadınlar gedirlər. Baxın, burada kişi cinsi o, tək halında da il dedik, qadında da el dedik. Bunun da tələffüsü eyni qaydada olur. İl və el. Fransızcada bu S hərfi oxunmur. İl, el, el. Bəs bunu necə ayırd edəcəyik? Burada biz nümunəyə baxdıqda görürük ki, tək olduqda o, misal üçün kişi cinsindən getdikdə söhbət, o gedir dedikdə, il nə dedik? Il va dedik. Il va dedik burada, il va. Amma cəmdə olduqda isə, yəni onlar gedirlər, kişilər gedirlər dedikdə isə il vont dedik. Il vont dedik. Burada o getmək feilindən, daha doğrusu gedirlər, burada isə gedir deməkdən, burada isə gedirlər deməkdən, feildən biz başa düşdük ki, burada təklidir, təkdir. Kişi cinsində təkdir, burada isə cəmdədir. Üçüncü şəxsin cəmindədir. Yəni birində va oldu, təkdə va oldu, cəmdə isə nə oldu? Von oldu. Cəmdə isə von oldu. Tələffüsləri eynidir. Həm təkdə, həm cəmdə. O, il, onlar, il. Sadəcə bunu ayırd edəcəyik feillə. Təkdə olacaq, üçüncü şəxsin təkində olacaq il va, o gedir. Üçüncü şəxsin cəmində isə olacaq ki, il vont, onlar gedirlər. Il vont. Burada qaldı nə? On. On, biri, biz, insanlar. Baxın, bu biri, biz, insanlar nə deməkdir? Bunu aydın şəkildə izah edək. Birinci növbədə biri. Biri nə deməkdir? Biri dedikdə onu nəzərdə tuturuq ki, naməlum şəxsdən söhbət gedir burada. Kim olduğu bilinmir. Nəydənsə danışılır, amma şəxs naməlumdur və kim olduğu bilinmir. O zaman biz on deyə istifadə edəcəyik. On. Misal üçün bir dənə nümunə çəkək. Biri qapını döyür. Burada qapını döyən bilinmir kimdir. Bu cümlə üçüncü şəxsin təkində olacaq. Üçüncü şəxsin təkində. Burada səhv etmək, üçüncü şəxsin təkində. Biri qapını döyür. Kim döydüyü bilinmir. Biz burada on deyə istifadə edəcəyik. On. Və yaxud da ki, kimsə mənə zəng etdi. Biri mənə zəng etdi. Biri mənə zəng etdi dedikdə, yenə də on deyə istifadə edirik. On. Kimin sənə zəng etdiyi məlum deyil. Burada on deyə istifadə edirik. İkinci halda biz. Biz. Baxın, burada da biz var, burada da biz var. On, biz, nu, biz. Bunlar nə deməkdir? Fransız dilində əsasən, fransız dilində biz 90% əhalinin Fransada 90% əhalinin istifadə edir on. On deyə istifadə edir. Biz. Yəni bizin bu versiyasından istifadə edir. On. Yerdə qalan 10% isə nu. Nu'dan istifadə edir. Nu əsasən kitablarda istifadə olunur, amma danışıqda on deyə istifadə olunur. Baxın, burada birinci şəxsin cəmidir. Nu. Əgər biz gedirik desək, on. Ondan istifadə etsək, on va olacaq. On va. Yəni biz gedirik. On va. Nu'da necə idi? Nu alon idi. Nu alon cəmdə idi, birinci şəxsin cəmində. Amma on va desək, üçüncü şəxsin təkində olacaq. Burada səhv etməyək, bu çox ciddi bir, vacib bir nüansdır. On va olacaq və üçüncü şəxsin təki olacaq. Baxmayaraq ki, biz gedirik deyilir. Burada olacaq üçüncü şəxsin təkində. Üçüncü versiya nədir? İnsanlar. İnsanlar dedikdə nə olur? İnsanlar dedikdə burada adət-ənənə halını almış bir versiya var. Misal üçün, burada hamı fransızca danışır. Və yaxud da ki, burada fransızca danışırlar. O zaman bu cümlədə artıq olacaq ki, on. On. Baxmayaraq ki, burada danışanlar, yəni deyilir, burada fransızca danışırlar. Bu cəmdədir. Danışanlar cəmdədir, amma cümlə təkdə olacaq. Üçüncü şəxsin təkində. On. On deyə biz istifadə edəcəyik.
Digər bir variant misal üçün Fransada insanlar gec yemək yeyir. Adət ənənə halını almış bir versiyadır, variantdır. Fransada insanlar gec yemək yeyir və burada da biz on deyə istifadə edəcəyik. Və yaxud da ki, digər bir hal deyirlər ki, bu yaxşı bir haldır. Deyirlər ki, kim deyir? İnsanlar deyirlər ki, bu yaxşı bir haldır. Yenə də burada on deyə istifadə edəcəyik. On deyə istifadə edəcəyik. Bugün fransızcada şəxs əvəzliklərini öyrəndik. Yəni mübtəda versiyasını kim sualına cavab verəcək. Yəni mən, sən, o, biz, siz, onlar. Kim sualına cavab verirsə mübtəda versiyasında olur. Bu mövzu fransızcanın demək olar ki, yarıdan çoxunu əhatə edir. Əgər bunu bildinsə, fransızcanın yarıdan çoxunu bildin deməkdir. Bu fransızcanın onurğa sütununu desək yalan olmaz. Odur ki, bu mövzunu fransızcaya başlayanlar tam ciddi şəkildə öyrənməlidir və başa düşməlidir.